Göy öskürəkdən 2 körpə ölüb. Amerika Dövlət Səhiyyə Departamentinin məlumatına görə Luiziana ştatında son 6 ayda 2 körpə göy öskürəkdən ölüb. Bunlar 2018-ci ildən bəri ştatda olan xəstəlikdən ilk ölümlərdir. Uşaqların göy öskürəyə qarşı peyvənd olunmadığı iddia edilir. 2024-cü ildən bəri ölkədə 154 hadisə qeydə alınıb. Bunlardan 110-u Luiziana ştatındandır. Göy öskürək yuxarı tənəffüs yollarının iltihabı və tutmaya bənzər spazmatik öskürəklə müşayiət olunan kəskin infeksion xəstəlikdir. Bu xəstəliyə daha çox 5 yaşa qədər peyvənd olunmamış uşaqlar yoluxur. Göy öskürək 1 yaşa qədər uşaqlarda daha çox ağır gedişata malikdir. Göy öskürək Bordetella pertussis adlı spesifik bakteriya tərəfindən törədilir. Mikrob xəstə insanla yaxın təmas zamanı hava damcı vasitəsilə yoluxur. Xəstəlikdən sonra yaranan immunitet çox dayanıqlıdır və adətən ömürlük saxlanılır. 1940-cı illərdən bəri uşaq peyvəndləri arasında tətbiq olunmasına baxmayaraq, göy öskürək hələ də hər il 300 min ölümə səbəb olur.